qəribin günləri, illəri yollarda keçir. Hər şəhər ona bir hikmət öyrədir, hər söhbətdən bir kəlam doğur. O sazını çaldıqca sözü daha təsirli, nəfəsi daha dərin olur. Sanki dünya öz sirlərini asta-asta onun ürəyinə axıdırdı. Günlərin birində qəribin qarşısına Qaralı adlı bir gənc çıxır. Bu gənc elə ilk gündən qəribə doğma gəlir. Onlar birgə gəzib dolaşır, könüllərə işıq salır, yıxılanı qaldırır, ağlayanı ovudurlarmış. Qərib anlayır ki, yaxşı yol yoldaşı ən böyük nemətlərdən biri imiş. Amma fikri, ürəyi hər zaman Şahsənəmlə idi. Rastına çıxan çaylar ona Şahsənəmin adını pıçıldayar, incə çiçəklər gülüşünü xatırladar, küləklər onun ətrini gətirərdi. Sevgi uzaqda olsa da hər döngədə rastına çıxardı. Bir axşam qızılı donunu dağa dərəyə sərən günəş ətəklərini yığışdığı vaxt, qərib dərin nəfəs alıb hiss edir ki, içindəki o kövrək gənc daha böyüyüb, qəlbi daha sakit, səsi daha güclü, arzusu daha aydındır. Elə həmin anda doğma şəhərinə qayıtmaq qərarına gəlir və beləcə qərib atını minib şəhərə yola düşür.